Proses ilk olaraq bərk məişət tullantılarının çeşidlənməsi ilə başlayır. Zavod il ərzində 100 min tona qədər bərk məişət tullantısını çeşidləyir. Zavodda bərk məişət tullantıları çeşidləndikdən sonra təkrar emal müəssisələrinə göndərilir və daha sonra isə onlardan müxtəlif sənaye məhsulları hazırlanaraq yenidən bizim istifadəmizə verilir. Ötən il ərzində Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinə 900 min tondan artıq tullantı qəbul etmişdir. Onların bir hissəsi enerji alınması üçün bərk məişət tullantılarının yandırılması zavoduna göndərilir. Digər bir qismi isə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qəbul olunur və çeşidlənir. Bu isə öz növbəsində təkrar emala yararlı və ucuz xammal bazasını formalaşdırmaqla yanaşı son tullantı miqdarının və həcminin azaldılmasını stimullaşdırır. Layihənin digər bir özəlliyi də sahibkarlara güzəştlərin verilməsidir. 2017-ci ildən bu günə qədər 55 milyon manatdan çox özəl investisiya qoyulmuşdur. Eyni zamanda 1354 iş yeri, yəni gözləniləndən artıq iş yerləri açılmışdır. Eyni zamanda bu günə qədər dəyəri 330 milyon manat olan məhsul istehsal olmuş və bunlardan 28 milyon manatı ixrac olunmuşdur. Yeni məhsul istehsalında təkrar xammaldan istifadə olunur, ilkin xammaldan istifadə olunmur. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən digər bir zavod isə ən əhəmiyyətli müəssisələrdən biri olan Bakı bərk məişət tullantılarının yandırılması zavodudur. 4-cü nəsil texnologiyaların tətbiqi ilə yaradılan istehsal gücünə görə Şərqi Avropa və MTB məkanında bu tipli ən iri müəssisənin illik gücü 500 min tondur. İl ərzində zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin edir. Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda bu cür maraqlı bir güşə yaradılıb. Bu gördüyünüz güşədə məhz tullantıların içərisindən tapılan dəyərli əşyalar nümayiş etdirilir. Aşkar edilən əşyalar içərisində ən diqqət çəkən məqam 1892-ci ilə aid olan İbn Hacibin El Kafiyyə əsərinə Əbdürrəhman Caminin şərhidir. Dəmir pullar tapılır. Təxmini 1500-2000 manata qədər dəyərdə olan dəmir pullar tullantıların içərisindən tapıldıqdan sonra bu yuyulur, dezinfeksiya olunur və banklara göndərilərək əməkdaşlıq çərçivəsində tapılan arzular adı altında bir layihə həyata keçirilir. Ehtiyacı olan ailələrə, xüsusən də uşaqlara biz həmin bu pullarla yardım edirik, onların istəklərini, yəni arzularını tapıb reallaşdırırıq. Bəli, ölkəmiz bugün görülən işlərlə iqlim dəyişmələrinin qarşısının alınmasına, yerli, regional və qlobal miqyasda təbiətin qorunmasına töhfə verməkdədir. Vüsalə Məmmədzadə, Zaur Dadaşov, ASTV Xəbər.